Balabəy və Gülağa Ağayevlər bizim, dərhal üzə baxıram dəyişir. Yox, buyurun. Təbəssüm yavaş-yavaş belə oldu. Qətiyyən. Və onlarla maraqlı söhbət eləyirdik. Əslində qalsa bədiyyə və meyxana anlayışları var da. Aha. Və Balabəy də, Gülağa da əslində qalsa danışanda gördüm, heç də bu məsələ ilə bağlı aqressiv niyyətdə deyirlər. Əks edirlər ki, oturaq, danışaq, müəyyənləşdirək, bir ortaq məxrəcə gələk. Nəyə oturub danışmaq istəyirlər? Bədiyyə meyxana məsələsini. Mən salamlayıram buradan Balabəyi də, Gülağanı da, hər ikisinin sənətinə də, şəxsiyyətinə də hörmət edədiyim insanlardır. Mən zaten meyxanadan uzaqlaşmışam. İndi otursunlar, qərarlaşdırsınlar. Niyə? Lap yaxşı. Orxan Lökbatanlı və meyxanadan uzaqlaşıb. Mən arzusu bir ilə yaxın olar ki, mən meyxana məclislərində iştirak eləmirəm. Nə baş verib? Heç nə baş verməyib də indi. Artıq özünü görmür orada. Yavaş-yavaş yaşadı olduqca adam nə görsən fikirlər dəyişir, arzular dəyişir, istəklər dəyişir. Futbol nöqteyi nəzərdən baxanda... O nöqteyi nəzərdən meyxanaya baxmayaq, xahiş edirəm. Baxaq. Məsələn, Barcelona, Manchester United, Real Madrid, Liverpool, Bavariya. Yəni, köçürdəndə belə Orxan Lökbatanlı da meyxana aləmində o adlardan biri, yəni top 5-də olan bir ad idi. Top 5'te yox, biz 4'lü adlandırırlar bizi. Rəşad idi, Vüqar rəhmətli idi, mən idim, Pərviz idi. Sonra zaman keçdikcə, zaman da olduqca müəyyən azı səbəblərdən itkilərimiz oldu, müəyyən səbəblərdən ayrılıqlar oldu, müəyyən səbəblərdən dağınıqlıq oldu. Anladım. Biri dünyası dəyişib, Allah rəhmət eləsin, Rəşadın Allah qapısını açsın inşallah. Amin inşallah. Pərvizə Allah ömür versin. Və bu sizə pis təsir eləyib hamısı. Zərbədir, olur da, mənəvi bir söz zərbələr. necədir, mən danışanda mənə qınıyırlar, mən heç kimlə işim yoxdur. Bugün maşallah meyxana da əla vəziyyətdədir, meyxana deyənlər də çalışırlar, ondan da daha yaxşı olsun. Gələn gənc nəsil də əla meyxana deyir. Mən heç vaxt heç kimin haqqında təkəbbürlü çıxış eləmirəm, yəni əladır, hər şey qaydasındadır. Sadəcə olaraq mənə anlayışla qarşılasınlar, bundan başqa işini istəmirəm. Mən də sizə anlayışla qəbul edirəm və onda sırf musiqi nöqteyi nəzərdən mən sizə danışa bilərəm də hər halda. Yox, fərqi yoxdur, meyxanadan da danışa bilərsiniz. Yəni o qardaşlarımız ki, deyib oturub ortaq məxrəcə gəlmək istəyirik falan, gəlsinlər lap yaxşı. Bir yerdə olsunlar, bir olsunlar, bir olanda yaxşı olur, tək əldən səs çıxmır. Razıyam.